Salam, necəsiz? Mən və buynuzum sizi salamlayır. Deməli, bir neçə günün qarışığı qarışdıracağım, görüm nə qədər çəkə bildim, çəkəcəm. Deməli, yana aparacağım oğlumu, gələcək, sonra yedizdirim onu məktəbə aparım, sonra gəlim yeməyi falan hazırlayacağım. Görüm nə çəkə bildim, çəkəcəm. Sabah da ola bilsin ki, biz diş həkiminə gedək. Ola bilsin yox, qızımı diş həkiminə aparmalıyıq. Oradan bəlkə mola getdik. Nə qədər çəkə bildim, çəkərəm. Deməli, indi mən noxud isladacağım. İndi onu sizə göstərəcəm ki, yeməklər üçün hazır xaladenikdə buzxanaya qoyub, soyuducuda buzxanaya qoyub hazır rahat istifadə etmək üçün. Bilənlər bilir yəqin ki, indi mən bilməyənlər üçün çəkəcəm. Yoxsa ki, yəqin ki, bizim xanımlarımız çoxu bilir. Deməli, mən noxudu hər zaman bir paçka qaba, yekə, amma böyük bir qaba tökürəm. Sonra üzərini bura qədər su ilə doldururam. Axşama qədər saxlayacağam. Və yaxud da ki, axşam isladıram, səhərə qədər saxlayıram. O şişəcək, gələcək ilə bura qədər çıxacaq. Hətta üstündə heç su qalmayacaq. Bütün suyu içinə çəkəcək. Ondan sonra süzürəm. Pingvinlərə yığıb qoyuram buzxanaya da, yəni soyuducuya. Elə bozbaş bişirəndə, nə bilim, boy suru, xörək, hansına ki, noxud əlavə etmək istəyirik, tökürsən 5 dəqiqəyə bişir. Yəni, islanmış noxud olduğu üçün 5 dəqiqəyə bişir. Baxın, noxud qaldı dibində, görürsünüz, amma demək, su nə qədər mən əlavə etdim, nə qədər artıq əlavə etdim, adi qrantdan soyuq su. Axşama qədər gözləyəcəm, onu da çəkərəm sizə. Görəcəksiniz, bu belə şişəcək, üzərində su ya az qalacaq, ya da vəbşi çəkəcək özünə. Çəkəndə özünə mən yenə də stakanla əlavə edirəm su. Bunu bəlkə də bilənlər bilir, mən indi bilməyənlər üçün deyirəm. Hansı sulu xörəyə siz əlavə etmək istəsəniz, yəni noxud, inanın mənə buzxanadan çıxarıb, biraz götürüb yeməyə, bişməyinə hətta bir 10 dəqiqə, 15 dəqiqə qalmış belə yadınıza düşürsə ki, ay mən noxud əlavə etməmişəm bu yeməyə, noxudunu töksəniz, 10 dəqiqə qalmış da olsa bişəcək, 5 dəqiqə qalmış da olsa bişəcək. Yəni çox rahatdır. Bilməyənlər üçün çəkdim. Pizza hazırlayarkən mən bişirib bitirəndən sonra üstünə belə pizza ədviyyatı var, ondan əlavə edirəm, belə səpişdirirəm. Mənim yanından gəldik, bunu tez hazırladım çünki xəmiri hazırlayıb getmişdim. Hazırladım. Onu demək istəyirdim ki, yəni bu ədviyyatın üstündə əslində yazıb ki, bişirmədən öncə üzərinə əlavə edib sonra sobaya qoyuruq. Mən ilk dəfə bundan istifadə edəndə yazıldığı kimi etdim. Amma o qədər də ətri gəlmədi. Bişir deyə hər halda sobada o qədər də ətri gəlmədi. Haradasa ətri öldü, dadı çox hiss olunmadı. Bir də biraz da belə yandıran dadı var. Çox az, çox cüzi. Ondan sonra mən başladım. Deməli, bişirdikdən sonra üstünə əlavə edib, kəsib, doğrayıb başlayırıq yeməyə. Onda dadı da, tamı da gəlir, sonra nə bilim, ətri gəlir. Yəni belə daha məsləhətlidir. Yəni də siz öz zövqünüzcə edə bilərsiniz, amma belə etmək yəni olur. Bir də nə deyəcəkdim, sözüm yadımdan çıxdı, nəysə, bizimkilər də üstünə çox şey səpişdirməyə xoşlanmırlar. Yəni ki, pendir olsun, nə bilim, bu olsun, o olsun, da filan şey qoyma, filan şey, göbələk qoyma, nə bilim, nə qoyma, nə qoyma. Göbələk belə, demək, jüliyəndə falan da çox xoşlayırlar, amma pizzada çox da sevmirlər. Qopardacaqlar üstündən belə. Ona görə də onların istədiyi kimi bişirirəm. Birinci bişib, ikincisi sobadadır. Göz haqqınızı halal edin. Bizim məktəbimiz təmir oldu. Bizi bitti. Gətirdilər bizi öz məktəbimizə. Canım qutardı. O qədər dua edirdim, yalvarırdım Allaha ki, Allah soyuqlarda mən nə edəcəm bu yollarda. Allaha qurban olum, eşitdi səsimizi. İndi 5 dəqiqə gətirib qoyuram, gedib qayıdıram. Halbuki 1 saat mən vaxt itirirdim düz.
Nurullanı məktəbə qoyub qayıtmaq, sonra 1 saatda gedib gətirmək. 2 saat mənim hər gün vaxtım itirdiyim, canım tutar. Bir də onu demək istəyirəm ki, deməli mənə videolarımda çox belə qüsursuzluq üçün, qüsursuz çıxsın video. Nə bilim, bunu bu qazanda yox, bu qazanda bişirim, bunu bu tavada yox, bunu da bişirim. Nə bilim, bunu belə eləyim, onu belə eləyim. Onda mən ola bilmirəm. Ona görə də mən əvvəldən başlayanda olduğum kimi çəkməyə başladım. Yəni çox qüsursuzluq mənlik deyil. Mənə artistlik kimi gəlir, mənim özümə. Çəkənlərlə işim yoxdur. Mənim özümə özüm ola bilmərəm onda. Ona görə də mən olduğum kimi çəkirəm. Nə var onu çəkirəm. Təbii, səmimi. Amma ki nə qüsurum olarsa, nə səhv buraxıramsa, nə edirəmsə onda öncədən üzr istəyirəm sizdən. Amma çəkiliş qaydasına baxanda isə yavaş-yavaş hələ mən öyrənirəm. Yəni belə ola bilər ki, çox da belə ola bilər yox, çox professional çəkmirəm, onu görürəm. Amma bacardığımı eləyirəm. Ona görə də yavaş-yavaş öyrənərəm inşallah. Amma bunu demək istədim ki, yəni çox belə nə bilim də çox belə səhvsiz, nə bilim bu belə olsun, o belə olsun, mən yorar mənə o. Oca mən 2 dənə elə video çəkərəm, 3-cünü çəkərəm, 4-cünü çəkərəm. Maksimum mən özümə verirəm, inanın heç 4-ə maksimum verir. Maksimum mən 3 dənə çəksəm, oca mən orada dayanacam, bilirəm ki, dayanacam. Yoracaq məni və həvəsdən düşəcəm, deyəcəm ki, mənlik deyil, çəkməyəcəm sonra. Amma mən belə özüm kimi olanda isə, təbii, səmimi, olduğum kimi, onda görürsünüz ki, regular hər həftə bir dənə video yükləməyə çalışıram. Ekstra da bir şey etmədən. Buynuzlarıma da baxalım. Ay, belə, inşallah güldürə bildim sizi. Bilmirəm, valla siz baxırsınız bu verilişə yoxsa yox. Mən hər həftədə şənbə və bazar günləri verir. Mən bu çox gəzənti verilişini qaçırmamağa çalışıram. Çox sevdiyimiz verilişdir. Biz ailecə buna baxırıq. Çox bəyənirəm, çox xoşum gəlir, çox gözəl yerləri gəzir. Başqa verilişlər də var, amma bunu da hər həftə qaçırmamağa çalışıram. Bilmirəm, videoda hiss olunur yoxsa yox. Artıq axşamdır. Mən bunu səhər islatmışdım sizinlə birlikdə. Baxın, su görün nə qədər şişib artıq. Dibində idi, amma indi görün nə qədərdir, su biraz qalıb. İndi bunu süzəcəm. Artıq hətta bunu indi belə də yemək olur. Elə yumuşalıb ki, belə də yemək olur. Bir nerede? Baxın, bir paçka 2 pingvin olur məndə. Belə doldurdum pingvinlərə. Все, buzxanaya qoyacağım. Biraz çıxarıb işlədəcəm. Bugün çilli axşamıdır. Biz çilli axşamında yeməkdən sonra süfrəyə deməli narı qoyuruq. Qurani Kərimi qoyuruq. Sonra şokolad, konfet, bir də bal qabağı yuyuram, qoyuram. Biraz keçəndən sonra doğrayıb bişirəcəm. Əslində qarpuz ya da bal qabağı ikisindən biri heç bir fərqi yoxdur. Sadəcə olaraq qarpuz bu vaxtı olmur və İran qarpuzu falan olur. Ondansa o da kəskin yemək olmur, belə dadı olmur. Amma bal qabaq isə yeyilir. Ona görə də həm də polezandır, yəni xeyirlidir də. Ona görə də fərqi yoxdur. Yəni ya qarpuz ya bal qabaq, biz bal qabaq həmişə qoyuruq. Belə. Bu basa-bastı və uşaqlara görə tort da bişirmiş. Bilirsiniz bu nədir? Evdə əgər peçenya falan artıq qalarsa, nə bilim, vaflilər falan artıq qalarsa, mən onları çorkadan keçirirəm. Belə ovuntu halından gətirir, ya da ki blenderdan keçirirəm. Qoyuram pingvinə, qoyuram xaladenikə. Belə tortun üstünü bəzəməyə yaxşı olur.
Tortikim də hazırdır. Hazırlaşmışıq. Gedirik əvvəlcə diş doktoruna gedəcək. Kafisikdə. Ondan sonra görək başımıza nə gəlir, hara gedirik. Siz nəsə gedək? Buralar qəşəng məsələn. Navakodni məsələn. Navakodni məsələn. Mənim şıntapaşın oğluma baxın. O Navakodni. Kafisikdə oturmalıdır mütləq. Gəncliyim orada yox. Təəssüf ki, qarşı yenə kafisikdə. Butalı, risunkalı, qəşəng yolka qurublar. Evdən çıxanda qədər dedi ki, ac deyiləm də. Dedim, acacaqsan. Dedi ki, dedim, çatan kimi deyəcəksən ki, həkimə çatan kimi deyəcəksən ki, acımışam. O qədər dedim. Dəng elədim, dedi ki, qələt eləyərəm, deyərəm. İndi qorxusundan demirdi. Mən özüm dedim ki, papa gələnə qədər bir dənə donarlı istəyirsən alaq sənin üçün ye. Bir də hə, yaxşı, yeyir. Məşğuldur. Bunlar da işlərini əllə eləyirlər. O kadar adam var. Mən gəliş vəziyyətimə baxın, mola gəlmişəm, çölə çıxmışım. Baxın, gələndə həmişə 2 dənə çaşka götürürəm. Qaynar su doldururam, termos götürürəm. Çünki uşaqlar su istəyəndə ya da sok içəndə mən götürürəm, çaşkalara tökürəm. Orada qaynar su da tökürəm termosda. Sonra verirəm ki, al iç. Çünki soklar dolu gəlir. İsti su tökməyin yeri olmur. Biraz sokdan buna boşaldıram. Burada isti soyuq eləyirəm, verirəm içirlər. Toylara gedəndə də termos məndədir. Bir qohum toyuna getsə, əgər uşaqlar da bizimlə olsa, mütləq termos götürürəm. Çünki ofisianta bir dəfə deyərsən, qaynar su gəlir, 2 dəfə utanıram, axı nə qədər deyim. Ona görə də mən termosumu özümlə götürürəm. Hara getdi qaynar su tökürəm, ilığlaşdırıram içirlər. Çünki boğaz bərbad. Bir hamısını çəkmirsən, mən çəkmirəm. Əsas buranın işığı nə qəşəng düşür adamın. Düzdür. Buranın işığı yaxşı. Deyir, əsas mənəm, mən çəkmirəm. Hamısını çəkmirsən, mənə çəkdim sonra. Baxın bunun gül camalına. Biz bəzənmiş yerlərə baxın. Öz kefindən. Nəysə bir sözüm var deməyə. Telefonum düşər indi. Çalır. Səni bayaq çəkmişdim də. Deyir, mənə çəkmişdim. Soyuq. Bax, dediyim bu videoda qalsın. Soyuq sok içir. Buz ama yani. O kadar da buz değil. Buzdur. Buz değil. Burger King'də kim sok içibsə hər halda bilirlər onların sokları necə olur. Şaxta, buz. Bu burada qalsın. Əgər bunun boğazı ağrasa, çünki sonra dakazat eləyə bilmirəm. Nə içdim ki, biraz içdim. Nə içdim ki, çox içmədim ki. Yo, isti su tökmüşdüm. Biraz qatıldı, sonra getdi, doldurdu, gətirdi, buz içir. Bax, bu videoda qaldı burada. Ben öğrenmişim. 2 gün sonra görüşəcəyik. Ben öğrenmişim. Boğaz ağrıyan mənəm yəqin, bu öyrəşim. Necə öyrəşir ki, boğaz ağrıyor. Düşməsən, niyə negativ danışsan, nə üçün düşür axı? Qorxma, tutmuşam. Deməli, mən bütün videolarımı özüm montajlayıram. Sonra verirəm
Tolka qızım yüklüyor. Sadəcə yüklüyor qızım. Deməli YouTube-a. Montajlamağı həmişə mən montajlayıram. İndi deyir ki, istəyirsən bir dəfə ver videoda mən montajlayım. Əgər mən hansısa bir videomu versəm ki, al montajda, inanın mənə onu bu il versəm, o gələn ilə ancaq montajlanacaq. Çünki öz işlərini görəcək. Həm ama eləyərəm, həm ama mən bildiyimə görə, bilirəm deyə, bu xarakterimi bilirəm deyə, həmişə özüm bütün videolarımı montajını hazırlayıram, birləşdirirəm, tolka edirəm, al bunu hazırda bunu yüklə. Ona görə də çox bəzəkli, düzəkli olmur da. Çünki mən çox da lap belə professionalı deyiləm də, çox da bacarmıram. Amma bəzi şeylər var, nüanslar var ki, deyirəm ki, bax burada bu video, bunun bu hissəsində bunu belə eləmək olardı, onu elə eləmək olardı. Bir ki, onları verərsə mən eləyərəm də, bir dənə videonu mən montajlayım. Əgər versəm ona, getdi o video, çala-çala. Mən çünki hər həftə çalışıram ki, hər həftə bir dənə video yüklüyüm. Biz burada niyə gözləyirik bilirsiniz? Kurtkalarımız, plaşlarımız hamısı qucağımızdaydı. Çünki biz doktordan gəlmişik də bura, metro ilə gəldik də, doktor da Nərimanovdadır. Metro ilə gəldik. İndi yoldaşım gəldi, bütün hamısını yüklədi, dedi, verdi, götür apar maşına. O da götürdü liftlə, düşdü, getdi parkovkaya. O yükləri hamısını qoysun, gəlsin. Çünki mümkün deyil, o qədər yüklə gəzmək mümkün deyil, çox yoruluruq. Yollarımız qırılırdı. Dedi, yaxşı, götürdü aparın, biz də onun yolunu gözləyirik səbirsizliklə. Qoydu onu hamısını? Da. Davay, gedək. Tapdın da çarı, hə? Yes, sen üstüne. Okey. Bu çıkış oradandır. Öyle. Çıkış. Hər dəfə çıxışı tanıyır, hər dəfə də çıxış hardandır. Hər dəfə molda biz bu sualla muhattab oluruq. Zarafatçıldı papamız. Salam. Dedim sizinlə sağollaşım. Vlogu bağlamamışam. Çünki dünən o qədər yorğun idi. Plus yolda da çox probkaydı. Dəhşət probkaydı. İndi bayram ərəfəsidir yəqin, bəlkə də biraz da şəhər dolub. Ona görə hardasa inanın saat yarım biz bəlkə probkada qalmışıq. Addım-addım gedirdik. Yəni belə addım-addım gedirdik. Ona görə çox yorğun harda, yəni 12-yə qalırdı. Biz gəldik evə çatdıq. Elə başımızı atıb yatmışıq. Çox yorğun idi. Səhər indi dedim ki, mən videomu bağlamam, vlogumu bağlamamışam. Sağollaşım, kafesikdə həmişəki kimi. Sizə gözəl arzularımı, xoş arzularımı diləyim. Ondan sonra sağollaşım. Sonra görün başıma nə gəlir, başqa vloga, yeni bir vloga başlayayım, yeni bir vlog çəkməyə. Xoş istirahətlər arzulayıram inşallah. Ya hər gününüz yaxşı keçsin, hər gününüz xoş keçsin. Canınız sağlam olsun. Yaxşı günlərdə yorulun. Amma ki mən əvvəllər bir iş görəndə gördüm ki, yoruluram. Adam yəni çox iş görürsən deyirsən ki, yorğunam. Amma xəstələnəndə baxırsan ki, mən necə bu işi görürdüm, necə o işi görürdüm. Biraz temperatur olanda deyirsən ki, oy, oğlum orada muzika baxır televizorda. Onların səsidir. Deməli, xəstə olanda deyirəm ki, necə bu işi görürdüm, necə mən sağlam idim, ayalı bunu eləyirdim, onu eləyirdim. Ona görə də yəni tək ki canımız sağlam olsun, tək ki ayaq üstə olaq, iş görək, yorulaq. Tək ki evdə ruzu olsun. Mamamın da sözüdür bu. Həmişə evdə ruzu olarsa, işdə olar. Yemək bişirərsən, qab batar, verərsən, yuyarsan, yığışdırarsan. Amma ruzu olmasa, ev eşiyin də tökülməz. Nə plis soslamazsan, nə xörək bişirməsən, nə qab batmaz. Ona görə tək həmişə ruzu olsun evimizdə. Həmişə canımız da sağlam olsun. Bişirək, düşürək, yeyək.
Xoş istirahətlər arzulayıram, xoş günlər arzulayıram, can sağlığı arzulayıram.